Kaliforniya yarımadası Meksikaya aid bir ərazidir. Sahəsi təxminən 143 min kvadrat kilometrdir ki, demək olar Nepalın ərazisi qədərdir. Burada cəmi 4.5 milyon insan yaşayır. Bu insanların təxminən 75%-i ABŞ sərhədinə yaxın, yerdə qalan 25%-i isə yarımadanın digər hissələrinə yayılıb. Yarımadanı avtomobillə başdan-başa keçmək əsl kabusdur. Bu səyahət təxminən 20 saat vaxt aparır. Demək olar ki, Tijuanadan Seattle-ə qədər maşın sürmək üçün lazım olan vaxta bərabərdir. Yarımadanın böyük hissəsində yaşayış məntəqələri bir-birindən çox uzaqda yerləşir. Ərazinin böyük hissəsini səhralar, dağlar və toxunulmamış təbiət təşkil edir. Burada yollar çox vaxt uzun məsafələr boyunca yaşayış məntəqələrindən uzaq keçir. Buna görə də yanacaq doldurma məntəqələri və digər xidmətlərə əvvəlcədən hazırlaşmaq lazım gəlir. Kaliforniyanın bu təcrid olunmuş quruluşu onu Meksikanın ən fərqli və ucqar bölgələrindən birinə çevirir. Bölgənin iqliminə Kaliforniya soyuq cəryanında təsir göstərir. Sakit Okeanın şimalından cənubuna doğru hərəkət edən bu soyuq okean cəryanı sahil boyu havanı sərinləşdirir və yağıntının azalmasına səbəb olur. Buna görə də Kaliforniyanın qərb sahilləri okeana yaxın olmasına baxmayaraq, burada səhra landşaftı formalaşıb.